Salam, hər birinizi xoş gördük. Bu günləri Dövlət İmtahan Mərkəzindən 20 sınaqlı test toplusundan ümumi sınaq 19-un izahına baxacağıq. İzaha keçməmişdən əvvəl kanalımıza abunə olmağı unutmayın ki, növbəti videoları da vaxtında izləyə biləsiniz. Başlayaq birinci sualdan. Şumer və Lulubi tarixlərinə aid ümumi cəhəti müəyyən edin. A variantında eradan əvvəl 2-ci minillikdə yaranması, Lulubilər 3-cü minilliyin ikinci yarısında yaranmışdı, eradan əvvəl aid deyil. Asur dövlətinə qarşı mübarizələrin aparılması aid deyil. Akkadlarla iqtisadi əlaqələrin saxlanması ümumi cəhət kimi götürülə bilməz. Mixi yazı sistemindən istifadə edilməsi, bəli, həm Şumerlər, həm də Lulubilər Mixi yazı sistemindən istifadə etmişdilər. E variantında Mesopotamiyanı vahid halda birləşdirməsi, Mesopotamiyanı vahid halda Akkad hökmdarı Sargon birləşdirmişdi. İkinci sualın izahına baxaq. Daha sonra inşa edilmiş memarlıq abidəsidir. Şahbulaq qalası 18-ci əsr memarlıq abidəsidir. Ərk qalası və yaxud da Əlişan məscidi 13-14-cü əsr memarlıq abidəsidir. Kələxana məqbərəsi 17-ci əsr Şamaxı memarlıq abidəsidir. Gülüstan qalası 12-ci əsr, Cavanşir qalası isə deməli 7-ci əsr Alban memarlığına aid nümunədir. Ən gec, ən sonra baş verən, sonra deyirsə gecdir, əvvəl deyirsə tezdir. Cavabımız A variantıdır. Növbəti üçüncü sualın izahına baxaq. Xəritədə ulduzla işarələnmiş şəhərin 10-13-cü əsr tarixinə aid xüsusiyyətləri müəyyən edin. Xəritədə işarələnmiş ərazi baxın. Urmiya gölünün yuxarı hissəsi, sağ tərəfdən yuxarı hissəsi Təbriz, aşağı hissəsi Marağa. Sol tərəfdən isə Urmiya ərazisidir. Baxaq, bizdən ulduzlanmış ərazi, yəni Marağanı soruşur. Variantlara baxaq. Deməli, Sacilər və Hulakilər dövlətinin paytaxtlarından biri olması, bəli, həqiqətən də Marağa Sacilər və Hulakilər dövlətinin paytaxtı olub. Sacilərin paytaxtı Marağa, sonra Ərdəbil, Hulakilərin paytaxtı Marağa, Təbriz, Sultaniyə yenidən Təbriz olmuşdur. Deməli, ikiyə baxaq. Bizans Gürcü feodallarının hücumuna məruz qalması Marağa ərazisi aid deyil. Şirvanşahlar dövlətinin tərkibində olması aid deyil. Monqollar və Xarəmşah Cəlaləddinin hücumuna məruz qalması, bəli, həqiqətən də Marağa Monqolların və Xarəmşah Cəlaləddinin hücumuna məruz qalmışdı. Daha sonra davam eləyək. Əmir Teymura qarşı ciddi müqavimət göstərməsi aid deyil. Cavabımız 1-4-dür. Dördüncü sualınızdan baxaq. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. 20-ci əsrin birinci günə aiddir. Şimali Azərbaycan və Cənubi Azərbaycan. Mövcud rejimə qarşı əhalinin etirazları bu hər ikisinə oxşar cəhətdir. B variantına baxaq. Azərbaycan adının Azərbaycanla əvəz olunması bu Cənubi Azərbaycana aiddir. Türk-müsəlman dünyasında ilk dəfə qadınlara seçki yolu verilməsi bu Şimali Azərbaycan AXC dövrünə aiddir. Şəhərlərdə iş seçki orqan əncümənlərin yaradılması bu Cənubi Azərbaycana aiddir. Müstəqilliyin Paris Sülh Konfransı Ali Şurası tərəfindən tanınması bu AXC dövrüdür. Şimali Azərbaycana aiddir. Cavabımız C variantıdır. Beşinci sualın izahına baxaq. Avropa Hun dövlətinin tarixinə aid olan sərnəçə əlaqələrin doğru verildiyi cavabı müəyyən edin. Tanrı xanın qərb Hunlarına başçılıq etməsi 374-dür. Oskut kralının məğlub edilməsi. Oskut kralının məğlub edilməsi Tanrı xanın yox, Balamirin dövründə baş vermişdi. Bir yanlışdır. Bizdən doğruları istəyir. Hunların Macaristanda məskunlaşması Balamirin dövründədir. Hunlar Macaristanda məskunlaşıb. İril çayı Dunay çayına qədər ərazi Hunların nəzarətinə keçməsi. Deməli, bunu götürürük. Doğru cavabdır. Deməli, 3-ə baxırıq. Attilanın 434-cü ildə Qərbi Roma İmperiyası ilə müqavilə imzalanması, Attila 434-də Şərqi Roma, yəni Bizansla müqavilə imzalanmışdı. Qərbi Romanın illik xərac ödəməsinə məcbur etməsi, Qərbi Roma, Şərqi Roma. Katalan döyüşünün baş verməsi 451, döyüşdən sonra qotların cəzalandırılması, bəli, bu cavab doğru cavabdır. 5-ə baxırıq. Attilanın müəmmalı şəkildə ölümü, 476-cı Avropanın dövlətinin süqutu. Attila 453-cü ildə ölmüşdü müəmmalı şəkildə. Hun dövləti isə 470-ci ildə süqut eləmişdi, aid deyil. Cavabımız 2-4-dür. 6-cı sualın izahına baxaq. Azərbaycan Səlcuqlar dövründə və Monqollar dövründə. Deməli, Səlcuqlar dövründə ucqar ərazilər qoyulmaq üçün uc torpaq sahibliyi var idi. Silah bahası, nal bahası vergiləri var idi. Deməli, mal cəhət yox idi. 1-ə AB. Monqollar dövründə İncu var idi. Bəli, Qopçur da vardı. Deməli, Xaraq isə yox idi. Xaraq Sasanilər dövrünə aiddir.
aiddir. Ona görə də cavabımız 1A, B, 2A, A, C-dir. 7-ci sualın izahına baxaq. Eradan əvvəl 1-ci əsrin 30-cu illərində baş vermiş hadisələri müəyyən edin. Albaniyanın Romadan asılı hala salınması deməli doğrudur. Biri götürürük. Qanat döyüşünün baş verməsi, qanat döyüşü 65-dir. Eradan əvvəl aid deyil. Atropatenanın Fraspa döyüşündə Roma qoşunları üzrə qələbə qazanması, bəli, bunu götürürük. Doğru cavabdır. Albanların xristianlıq dininin yayılması bu aid deyil. Albaniyada hətta xristianlıq hələ rəsmi din səviyyəsinə qalxdı. 313-cü Urmiya dövründə ona görə götürülə bilməz. Çinlərin Ötkən şəhərini ələ keçirməsi, bəli, bu aiddir. Cavabımız 1, 3, 5. 8-ci sualın izahına baxaq. Səlcuq Sultanı Toğrul və Şah İsmayılın hakimiyyət dövrləri üçün ümumi cəhəti müəyyən edin. Hər ikisinin dövründə Amudəryadan Fərəd çayına qədər ərazilərin ələ keçirilməsi aid ümumi cəhətdir. Məsələn, Şeybanilərin məğlub edilməsi Şah İsmayıla aiddir. Avropa ilə diplomatik əlaqələrin saxlanması Şah İsmayıla aiddir. Yəni bunlar Sultan Toğrula aid deyil. 8-ə baxdıq, 9-cu suala baxırıq. Göytürk və Qaraxanlı dövlətlərinə aid ümumi cəhət. Deməli, A variantı yazılıb, dövlətin iki hissəyə parçalanması, bəli, 508-ci ildə Göytürk, 1042-ci ildə Qaraxanlı dövləti iki hissəyə parçalanmışdı. Digərləri onda aid deyil. Növbəti sualın izahına baxaq. Donald Trumpın birinci prezidentliyi dövründən fərqli olaraq Joe Biden. Donald Trumpın birinci prezidentliyi dövrü 2017-dən 2021-ə qədərdir. Deməli, baxaq, Rusiya ilə münasibətləri qayda salmaq üçün bir sıra addımlar atdı. Bunu Trump eləmişdi. Vergi sosial təminat təsisatında islahatlar apardı. İslahatlar aparılmışdı Trumpın dövründə. Deməli, fərqli olaraq, yəni islahat yəqin ki, yəni bir islahat vergi sahəsində, sosial təminat sahəsində, təhsil sahəsində islahat keçirirsə, bu hər iki ölkə başçısının dövrünə aid ola bilər, fərqli cəhət ola bilməz. Üçə baxırıq, Rusiyaya qarşı sərt çıxışlar etdi. Bəli, bunu götürürük. Bu Joe Biden dövründə Rusiyaya qarşı sərt çıxışlar olmuşdu. Ölkədə iqtisadi böhranın nəticələrinin aradan qaldırılmasına diqqət edilməsi, bu Barack Obama'nın prezidentliyi dövrünə aiddir. Rusiya-Ukrayna müharibəsində Ukraynaya hərbi maliyyə yardım etdi. Bəli, Joe Bidenin dövründə. Cavabımız 3-5. Bu 11-ci sinif yeni dərslik ümumi tarix kitabından salınan suallardan biridir. 11-ci suala baxırıq. Birinci Dünya və İkinci Dünya müharibəsinin oxşar cəhətlərinə aid deyil. Baxaq, ABŞ-ın müharibəyə sonradan daxil olması aiddir. Hər ikisindən Birinci Dünyada həm İkinci Dünyada sonradan daxil olmuşdur. Müharibədə Almaniya və onun müttəfiqlərinin məğlub olması aiddir. Böyük Britaniya və Fransanın müharibədə fəal iştirak etməsi aiddir. Almaniyanın öz ərazilərinin bir hissəsini itirməsi aiddir. Almaniyanın keçmiş müttəfiqi İtaliyaya müharibə yönəltməsi bu Birinci Dünya müharibəsinə aiddir. 12-ci suala baxaq. Demək, burada diqqət elədiyimiz məqam 11-də Almaniyanın İtaliya müharibə yönəlməsidir. İtaliya, Almaniya yox. Demək, 12-ci suala baxaq, səbəb-nəticə əlaqəsi pozulmuşdur. Azərbaycan mərzbanı İsfəndiyar ərəblərlə sülh bağladı. Cərmədan döyüşündən sonra səbəb-nəticəsi əlaqəsi pozulmamışdır. Doğrudur bu. 2-yə baxırıq. Tiflis xilafətin tərkibinə daxil oldu. Savalan dağı yaxınlığında döyüşdən sonra Tiflis xilafətin tərkibinə 644-də daxil olub, amma Savalan yaxınlığında döyüş 731. Bu yanlışdır. Ola bilməz. 2-ni götürürük. Vergi yığılmasına nəzarət edirdi. Amil titulu daşıyan məmur, doğrudur. Ərəblərin köçürülmə siyasəti davam etmişdi 11-ci əsrin birinci yarısına, 11-ci əsrin birinci yarısına qədər yox, 9-cu əsrin birinci yarısına qədər, birinci rübünə qədər və yaxud da. Deməli, Xürrəmlərin istingahı Bəz qalası idi, doğrudur. Cavabımız 2-4-dür. Növbəti sualın izahına baxırıq. Deməli, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinə aid ümumi cəhət deyil. Ümumi cəhət aid deyil. Xidmətə görə yarımköçəri əyanların soyqat torpaq paylanması hər ikisində var idi. Hökmdardan sonra ikinci şəxs Əmir Əli Mərra idi. Bəli, hər ikisində var idi. Dövlətin daxili həyatında yarımköçəri əyanların və digər məmurların mühüm olması hər ikisində var idi. Ordunun əsasında atlı qoşun təşkil etməsi hər ikisində var idi. Osmanlı dövlətinə qarşı hərbi ittifaqları yaratmaları bunu yaratmışdı Ağqoyunlu dövləti Venesiya ilə 1472-ci ildə. Ona görə bu Qaraqoyunlu dövlətinə aid deyil. Cavabımız Y variantı. 14-cü suala baxaq. Xəritədə ərazisi sıxışdırılmış xanlığa aiddir. Söhbət təbii ki, Qarabağ xanlığından gedir. A variantına baxırıq. Nadir Şahın hakimiyyət dövründə meydana gəlmiş işğallıq Şəki idi. Azərbaycan torpaqlarının şimal-şərq hissəsini birləşməyə nail olmuşdur Quba idi. Qazax borçalı torpaqların güclü təsirini azad etmək siyasəti yeridirdi. Deməli, bu Şəkiyə
aid ola bilər. Ballıqaya döyüşündə qələbə qazandı. Bu Qarabağ xanlığına aiddir. Cavabımız elə D variantıdır. Azərbaycan bütün cənub xanlıqlarını asılı salmışdı. Əksər xanlıqlarını asılı salan Urmiya xanlığı idi. Növbəti sualın izahına baxaq. 15-ci sual. O Almaniya Federativ Respublikasının ilk kansleri seçildi və Bonn şəhərinin paytaxt oldu. Sovet işğalında isə Almaniya Demokratik Respublikası yaradıldı. Berlin şərq hissəsi paytaxt oldu. 1961-ci ilin avqustunda Berlin səddi çəkildi. Mətndə bəhs olunan aferin kanslerinin fəaliyyətinə aiddir. Təbii ki, burada Konrad Adenauer'dan söhbət gedir. O, deməli, onun dövrü iqtisadi möcüzə adlanır. Hətta aferin beynəlxalq mövqeyi güclənir. Cavabımız D variantıdır. 16-cı suala baxaq. Tiflis Müsəlman Əmirliyi mövcudluq dövrünə aiddir. Tiflis Müsəlman Əmirliyi 8-ci əsrdən 1122-ciyə qədər mövcud olmuşdur. A variantına baxırıq. Türk xalqlarının Azərbaycan arasında məskunlaşması. Bəli, cavabımız elə budur. Səlcuqların axınından söhbət gedir. B variantına baxaq. Usta Bəndərin Bakıda böyük üsyanın baş verməsi bu 1231-dir. Yəni həmin dövrdə Tiflis Müsəlman Əmirliyi yox idi. Monqolların Azərbaycan 3-cü yürüşü 1256-da başlayır. Bu da yox idi. Xəzərlər ərəblər arasında Bərancər döyüşü. Deməli, bu 7-ci əsrə aiddir. Deməli, Xəzərlər ərəblər arasında mövcudluğu Tiflis Müsəlman Əmirliyi mövcudluq dövründə olmayıb. Xilafət tərəfindən Almaniyada Mehranlər Sülasinin hakimiyyətinə son qoyması 705-dir. Bu da aid deyil. Aid deyil. Deməli, 17-ci sualın izahına baxırıq. 1605-ci il Sufyanda, 1735-ci İrəvan bölgəsinin üç mərcinin şimal-qərbində baş vermiş döyüşlərin oxşar nəticəsi. Deməli, hər ikisində Səfəvilər qalib gəlmişdir. Bəli, cavabımız D variantıdır. Yəni, konkret suallardır bunlar. Deməli, 18-ci suala baxaq. Kür-Araz mədəniyyəti üçün səciyyəvidir. Dini ayinlərin xüsusi ibadət evlərində keçirilməsi cavabımız elə A variantıdır. İlkin şəhər mərkəzləri Orta Tuncdur. Boyalı qablar mədəniyyəti yaranması Orta Tuncdur. Ayaqla hərəkət edilən gürültü çarxından istifadə edilməsi Son Tuncdur. İdarəetmədə adlı sanlı adamların əlində toplanması bu bərabərsizlikdir də, bu da Son Tuncdur. Növbəti sualın izahına baxırıq. 19-cu sual. Qızıl Ordu və Hülaki dövlətinin tarixinə dair ümumi cəhətləri müəyyən edin. 13-cü əsrdə meydana gəlmişdir. Bəli, həqiqətən də 13-cü əsrdə meydana gəlmişdir. Qızıl Ordu 13-cü əsrin 40-cı illərində meydana gəlmişdir. Deməli, baxaq. İslam dininin dövlət səviyyəsinə qəbul edilməsi, bəli, hər ikisində Qızıl Orduda Özbək, Hulakilərdə Qazan xan İslam dinini dövlət səviyyəsinə qaldırmışlar. Azərbaycan uğrunda mübarizə aparmalar, bəli, hər ikisi Azərbaycan uğrunda mübarizə aparmışdı. Qızıl Ordunun Azərbaycana yürüşləri var idi. Hətta Hulakilər dövründə ən çox yürüş etdiyi vaxtlar idi. Abbasilər xilafəti ilə mübarizə aparması, Abbasilər xilafətinin varlığına Hulakilər son qoymuşdu. Müstəqil xanlıqlara parçalanma bu Qızıl Ordu dövlətinə aiddir. Qızıl Ordu dağılandan sonra müxtəlif xanlıqlara parçalandı. Dövlətin paytaxtının Təbriz şəhəri olması bu Hülakilər idi. Saray-Batı, Saray-Bərkə idi Qızıl Orduda. Cavabımız 1, 2, 3-dür. 20-ci suala baxaq. Azərbaycan 1918-1988-ci il tarixinə dair ümumi cəhət Azərbaycan əhalinin öz doğma torpaqlarına zorla deportasiyası. Deportasiya illəri müxtəlif vaxtlardadır. 1905-də var, 1820-də var, 4856-da var, 8788-də var, amma bu illərdə yoxdur. Ona görə A variantı əldə edilə bilməz. Tiflisdə Azərbaycan səfirinin açılması bu dövrə aid deyil. Türkiyənin Azərbaycan müstəqilliyinin tanınması AXC dövründə var. 1918-ci ildə Türkiyə Azərbaycan müstəqilliyini tanıyıb, amma 98-ci ildə yoxdur. Təbrizdə Azərbaycan Respublikasının baş konsulluğunun fəaliyyət göstərməsi bu da AXC dövründə var 1920-ci ildə. Deməli, amma 1998-də yoxdur. Senzuranın ləğv edilməsi, bəli, 1918 AXC dövründə, eyni zamanda 1998-də senzura ləğv edilmişdir. Ümumilli lider Heydər Əliyevin dövründə. Deməli, 21-ci suala baxırıq. Birinci Dünya müharibəsinə fərqli olaraq İkinci Dünya müharibəsində Türkiyə bir tərəflik siyasəti yürüdürdü. Cavabımız elə A variantıdır. 22-ci suala baxaq. Məntiqi ardıcıllığı tamamlayın. SSR-dən söhbət gedirsə, biz üçüncünü SSR ilə bağlı olan bir şey yazmalıyıq. Baxaq. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü oldu. 2011-də SSR hara? Bu hara? Azərbaycan dünyada ən çox qaz istehsalının ikinci ölkə çevrilməsi. Bu da aid deyil. Azərbaycan bütün qonşu dövlətlərlə münasibətlərinin gərginləşməsi. Azərbaycan bütün qonşu dövlətlərlə münasibətlərinin gərginləşməsi deyilən ifadə yoxdur. Avropa dövlətləri ilə yeni qonşuluq siyasətinin imtina edilməsi. Deməli,
Avropa dövlətləri yeni qonşuluq siyasətinin imtina edilməsi aid deyil. Azərbaycan ərazi bütövlüyünün pozulması. Bəli, separatizm varsa, deməli ermənilərdən istifadə edərək SSR Azərbaycan ərazi bütövlüyünü pozurdu. Cavabımız Y variantıdır. Deməli, növbəti sual nizamına baxaq. 23-cü sual. Azərbaycan ordusu Qarabağ bölgəsinin 2023-cü il sentyabrında keçirdiyi lokal antiterror əməliyyatlarının tədbirlərinə nəticələrinə aiddir. Lokal antiterror əməliyyatlarını uşaqlar dərsliklərə salıblar və məhz dərsliklərdən salacaqlar. İstər 44 günlük Vətən müharibəsində, istər antiterror əməliyyatı. Mütləq şəkildə onu oxuyun ki, bir sualınız düzgün olsun. Yəni o 100% oradan sual salınacaq. Deməli, baxaq, Böyük Qayıdış dair birinci dövlət proqramının həyata keçirilməsi bu 2022-ci ildədir. Azərbaycan Respublikasının Qarabağ bölgəsində öz suverenliyini bərpa etməsi, bəli, lokal antiterror əməliyyatındadır. Qarabağ sessiyasının Qız və Sarıbaba yüksəkliyi nəzarətə götürməsi, bu da 2022-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü təmin etməsi, bəli, sentyabrda keçirilmiş lokal antiterror əməliyyatında ərazi bütövlüyü təmin oldu. Hətta həmin il bilirsiniz ki, suverenlik günü elan edildi. Laçın şəhərinin Azərbaycan ordusunun nəzarətdən keçməsi bu 44 günlük Vətən müharibəsindən sonra müqavilə ilə qaytarılmış Ağdam, Kəlbəcər, Laçın əraziləri. Dekabr ayının birində. Deməli, 24-cü suala baxırıq. Erdən və 3-cü əsrə aid olan hadisələri, Pun müharibələri, bəli, Karfagenlə Roma arasında e, olmuşdur. 3-cü əsrdə başlanmışdır, 2-ci əsrdə başa çatmışdır. Deməli, Çində Xan sülaləsinin hakimiyyətinin devrilməsi, Çində Xan sülaləsi eradan əvvəl 3-cü əsr, bizim eran 3-cü əsrə aiddir. Romada qladiator döyüşlərinin keçirilməsi, bəli, 3-cü əsr eradan əvvəl 3-cü əsrdə baş vermişdi. Albaniyada Arşakilər sülaləsinin hakimiyyət gəlməsi eradan əvvəl 1-ci əsrdir. Atropatena hökmdarı Artabazın Selevkiyədən asılan qəbul edilməsi eradan əvvəl 223-dür. 190-da Maqnesiyada müstəqil olur, aid deyil. Romada vətəndaş qanunları qarşısında bərabər olması və vətəndaş hüququnun verilməsi 3-cü əsrə aiddir. Cavabımız olur 1, 3, 6. İlham Əliyevin 4-cü prezidentlik dövrünə aiddir. 2018-2024-cü illəri əhatə eləyir. Dünya Azərbaycanların 3-cü qurultayının keçirilməsi, Dünya Azərbaycanların qurultayı 2001, 2006, 2011, 2016, üçüncüsü 2011-ci ildə olmuşdur. Deməli, bu aid deyil. Qarabağ bölgəsinə lokal antiterror əməliyyatının keçirilməsi aiddir. Talış kəndinin və Lələtəpə yüksəliyinin azad edilməsi bu aprel döyüşlərinin aprel zəfərinə aiddir. 4 günlük müharibə 2016-cı ildədir. Deməli, Xankəndidə hərbi paradın keçirilməsi bu aiddir. 4-cü prezident dövrünə aiddir. İnformasiya müharibəsi, hücum diplomatiyası rəsmisi bu 2004-cü ildə aid deyil. 26-cı suala baxırıq. Əmir Teymurun Azərbaycana ikinci yürüşü. Deməli, Əmir Teymur Azərbaycana bir 3 illik yürüş eləyib, bir ikinci yürüş, bir də üçüncü yürüşü var. Deməli, 3 illik yürüş 86-89-cu illərdə olmuşdur. 92, sonra 99-cu illərdə olmuşdur. Deməli, ikinci yürüş 92-dir. Cəlalə dövlətin yanması 1340-dır. Qaraqoyunla Teymur arasında Badıq döyüşü 1394-dür. Teymurlar qələbə qazanmışdı. Hətta deməli, onlar məğlub olan tərəf Bəyazda sığınır, amma Bəriz onları təslim eləmir. Şirvanşah 1-ci İbrahimin tərzdə daxil olması 1406. Cavabımız olur 2, 1, 3, 4. Deməli, uyğunluğu müəyyən edən Azərbaycanda 1-ci Respublika, 2-ci Respublika və 3-cü Respublika. 1-ci Respublika dövrü AXC dövrüdür. 2-ci Respublika AXC dövrünün Azərbaycan öz müstəqilliyinə qovuşduğu dövrdür. 3-cü dövr müstəqillikdən sonradır. Baxaq, ilk konstitusiyanın qəbul edilməsi 95-dir. Birləşmiş Millətlər Təşkilatının tam üzv olması 92-dir. İlk parlamentin yaradılması AXC dövrünə aiddir. Deməli, müəllimlərin birinci qartayı 1906-dır. İlk milli operanın səhnəyə qoyulması 1908-dir. Deməli, birinci Respublika dövrü 1918-dən başlayırsa, AXC dövründən başlayırsa, müəllimlərin birinci qurultayı 1906 və ilk milli operanın xəttiri onlar heç birinə aid olmayacaq. Deməli, ilk konstitusiyanın qəbul olunması 95-dir. Bu, 2-ci Respublika dövrünə aiddir. Birləşmiş Millətlər Təşkilatına tam hüquqlu üzv olması bu 3-cü Respublika dövrünə aiddir. İlk parlamentin yaradılması bu AXC dövrünə 1-ci Respublika dövrünə aiddir. Deməli, mətni oxuyaq. Birinci Dünya müharibəsində Osmanlı İmperiyasının məğlubiyyəti 1918-ci sonlarında yenidən fəallaşması şəraitində artıq dövlət siyasəti səviyyəsində qaldırılan dənizdən dənizə böyük Ermənistan iddiaları yerli Türk ərazisini görülməmiş münasibət göstərdi. Ermənistan hətta açıq və gizli şəkildə qoşundakı yarım Azərbaycan torpaqlarına işğal etmək yolunu seçmişdi. Mənbəyə əsasən Ermənistanın işğal etmək istədiyi Azərbaycan bölgələrinin ikisinin adını yazın. Təbii ki, Qarabağ ərazisi, Naxçıvan ərazisi bunları işğal etmək istəyirdilər. Eyni zamanda Zəngəzur ərazisini işğal etmək istəyirdilər.
Deməli, 28-də bu əraziləri yazmaq olar. Sonra 29-cu suala baxırıq. 29-cu sualda Azərbaycan Xalq Cümhuriyyətinin mənbədə bəhs edilən təcavüzdən qorumaq üçün yaratdığı iki qurumun adını yazın. Təbii ki, bu Qarabağ General Qubernatorluğu 1919-un yanvarında, bir də Naxçıvan General Qubernatorluğu 1919-un fevralında yaradılmışdı. Deməli, 30-cu suala baxırıq. Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün mənbədə bəhs edilən təcavüzkar dövlətin həyata keçirdiyi tədbirlər, yəni ermənilər nəyə həyata keçirdi? Təcavüzkar dövlət, ermənilər, sonra ruslar nəyə həyata keçirmək istəyirlər? Qarabağ və digər bölgələrdə qiyamların qaldırılması, yəni AXC-ni devirmək istəyən Sovet Rusiyasıdır, ermənilərdən istifadə edirdi. Sovet Rusiyası ilə gizli razılığın əldə edilməsi.